Apreldən mart 11-lər. Deməli, bucaqları oxşarlıq, bucaqları eyni olan üç bucaqlara necə üç bucaqlar deyilir? Oxşar. Üç bucaqlar deyilir. Bu bilməlisiniz bunu şərt olaraq. Yəni budur. Məsələn, tutaq ki, bunu sahədə demişəm. Bir hissəsini. Məsələn, ABC üç bucağı və deyilir ki, tutaq ki, daha böyük nisbətən tutaq ki, MNK üç bucaqları MNK üç bucağı. Əgər tutaq ki, burada alfa, beta, Z deyirik. Burada həmçinin alfa, beta, Z bucağı deyiriksə, onda bu üç bucaqlar necə sayılır? Oxşarlar. Amma konqruent deyil. Bərabər deyirlər də, yəni tərəfləri bərabər deyil. Yəni bu belə yazılır. Üç bucaq ABC oxşardır, uzanmış S hərfi. Oxşardır nəyə? Üç bucaq MNK oxşar sayılırlar. Təbii ki, oxşar üçbucaqlar, əgər üçbucaqlarımız oxşardırlarsa, onların tərəflərini bir-birinə böləndə necə olur? Eyni olur. Yəni, bunlar oxşardırlarsa, məsələn, balaca üçbucaqda alfanın qabağındakı tərəf nədir? BC. BC bölünsün, nə? Böyükdə alfanın, qulaq as ki, yazasan da. Mən sənə qayıb sual verən, durub bağazın sıfatıma. Deməli, balaca üçbucaqda alfanın qabağı nədir? BC. Böyük üçbucaqda nədir bəs? NK-ya. Sonra, balacada birinci nisbəti nədən başlamışsansa, hamısı o qaydada getməlidir. Bəs ürəyin istəyən nisbəti yazmışlar. Balacada betanın qabağı AC-ni nəyə? MK-ya nisbəti. Yəni, şərt deyil ki, iki dənə nisbət yaza bilərsən, lazımdırsa üçündə yaza bilərsən. Hansı nisbət qaldı? Z-in qabağı, nə? AB-nin M-inə nisbəti. Sonra da belə olanda ən az iki dənəsi yazıb neyirsən? Çarpaz vurub, hansısa tərəfi tapırsan. Bu, oxşar üçbucaqlarda bu şərtdir. Yəni, əsas qaydalar ancaq bunların üzərində və bundan istifadə olmayacaq. Çox istifadə edəcək. Bu, belə. Bir də var. Konqruent üçbucaqlar, onu da yazaq. Burada isə həm də nələr bərabərdir? Tərəfləri və... Burada da tərəflər də bərabərdir. Tərəfləri və bucaqları bərabər olan üçbucaqlar konqruentdir. Niyə necədir? Bərabərdirlər. Konqruent. Mötərizədə həm də oxşar da deyə bilərik da. Çünki konqruent həm də nədir? Oxşar. Amma oxşardırsa konqruent deyə bilməliyik da. Olmaya bilər. Konqruent üçbucaqlardır. Pıçıltı. Pıçıltı dayan. Üçbucaqlardır. Bəli. Bu da konqruent üçbucaqlarımız. İndi uşaqlar, oxşar üçbucaqlar oxşar üçbucaqlarda keçik şəkil formalarına. Oxşar üçbucaqların bütün ölçülərinin nisbəti bir-birinə bərabərdir. Bunu da sən yazmışdıq sahədə. Bütün ölçülərinin nisbəti bütün ölçülər deyəndə nəyə nəzərdə tutulur? Sahələrin nisbəti. Yox. Sahə başqa olacaq da. Perimetrləri, radiusları, medianları, hündürlükləri, tənbülənləri, aydın mı? Bunlar. Oxşar üçbucaqların bütün ölçülərinin nisbətləri necə olur? Eyni, bərabər olur. Eyni olur, bərabər olur, bəli. Yəni, tutaq ki, əgər belə deyək də, üçbucaq ABC, məsələn deyək də, üçbucaq ABC oxşardırsa, üçbucaq A1, B1, C1-ə, bunlar oxşardırsa, onda bunların uyğun tərəfləri, məsələn, tərəfi A1-dirsə A1-in, A-nın A1-ə nisbəti, B1-in B-yə nisbəti. A-nın A1-ə, yəni bir tərəf yazdıq, bəs edilir.
və yaxud da H-ın nəyə? H1-ə, nə bilim, mediana, yəni M-in M1-ə, sonra nə qaldı? Tənbölən L-lə göstərir. L-in L1-ə, başqa nə qaldı? R-in R1-ə və yaxud da kiçik yer qaldı, R-in R1-ə, perimetrlərin nisbəti, bununki P-sə, bununki P1 nisbəti, hamısı bir-birinə necə uşaqlar? Bərabər və bunları bir dənə ilə işarə edirik? Bir K-n. Yəni K bir ədəddir da, yəni bütün ölçülərin bir-birinə böləndə, nə bilim, 5 alına bilər, 10 alına bilər, 1 alına bilər, onun nəyinə göstərir? Bir qayın. Sahələr K-nın kvadratı, həyətin K-nın kubudur. Bəli. Deməli, bu belə. Yəni bu K-ya nə deyirik burada? Nə əmsalı? Oxşarlıq əmsalı. K burada nə uşaqlar? K oxşarlıq əmsalıdır. Əgər bunlar oxşardırlarsa, burada S gördünüz, burada S görmədiniz. İndi S bunlara bərabər deyil. Bunların nəyinə bərabərdir? Kvadratına. S böl S1 bərabərdir. K-nın nəyinə? Kvadratına. Bu çox istifadə olunacaq. İki dənə nümunə işləmişdim. O S1 böl S1 K-nın kvadratı. K-nın yerində nə ola bilər? A böl A1 də ola bilər. Nə bilim, P böl P1 də ola bilər. L böl L1. Bunlardan hansısa biri istənilən biri ola bilər. Onu nəyə yazacaqsan? Kvadratını yazacaqsan. İndi topluda buna aid baxaq ki, oxşarlıq əmsalı ilə sahə necə əlaqəlidir. Burasını istəyirəm. Orada gün düşən yer necə görünür? Bana üçün nəzarət eləmişsən. Görsənir. Deməli, bu belə. Buna aid sahə ilə əlaqəsi. Məsələn, burada görə verməlidir oxşarlıqda. Sahə ilə əlaqəsi demək. Məsələn, burada verir. Aslında bunları işləmişdim o videoda. Təkrar işləyeyim mi? Yaxşı. Tutaq ki, burada deyir ki, nümunə olaraq yazıram 10-cu sual. Sual 10. Deyir ki, iki oxşar üçbucağın S1 bərabərdir 75, S2 bərabərdir 300. Görsən, nələri veriblər? Sahələri veriblər. Deyir ki, ikinci üçbucağın bir tərəfi 9'dur. Yəni bunun. Eləmi? İkinci burada. A'sı nədir bunun? 9'dur. Deyir ki, birinci üçbucağın uyğun tərəfini tapın. Məsələn, A1 deyə, elə deyilmi? Bərabər sual. İndi nə yazacağım? 75'in nəyə? 300'ə bərabərdir. A1'in nəyə? 9'a sonra nə? Kvadratı da bu yadınızdan çıxdı, görürsünüz. Sahələr nisbəti həmişə ölçülər nədirsə fərqi yox. Onların nəyinə bərabərdir? Nisbətinin ağzından çıxıb danışmır. Görüşürsən amma danışmırsan. Hə, bu danışda kvadratına bərabərdir. Ay mənimlərə. İndi bunun birinci nə edirsən? İxtisar neçəyə? 25'ə gedir 3 dəfə. 12 dəfə. Çünki yüzdə 4 dənədirsə 312. Bu da təzdən bir dəfə 4 də. Yekunda nə qaldı burada? 4'də 1 bərabərdir. 81'də A1'in nəyi? Kvadratı. Buna nə edirsən? Çarpar. 4 vur A1'in kvadratı bərabərdir 81. A1'in kvadratı nəyə bərabərdir? 81 böl 4. Nəyin kvadratı 4 edir? 2. Nəyin kvadratı 81 edir? Onda 2'də 9 edir də bu. A1'imiz 2'də 9 edir. Çünki 2'də 9'umuz. Neçə edir? 4,5. Belə, tərəfimizi tapdıq. Şəkildə. Deməli, gəlir indi nəyə? İndi sizə müxtəlif şəkil... Yox, tərəf mənfi ola bilər, tərəfdə yox. Biz onu cəbri ifadələrdə eləyə bilərik. Həndəsədə yox, biz onu məsələlərdə yox. Gəldi indi, oxşar üçbucaqlar
müxtəlif formalarda tədbir oluna bilər. Məsələ formaları. Bura bax. Məsələ formaları. Hansı formalarda sizə təqdim olunacaq? Birinci forma. Məsələn, başlayırıq ən çox istifadə olunan tiplərdən biri. Məsələn, belə bir üçbucağı verəcək. Buradan bir dənə xətt çəkəcək, deyəcək ki, bəli, yox, heç orta xətt yox. Paraleldir adıca. M-in deyəcək ki, nəyə paraleldir? AC-yə paraleldir. Şərt verəcək, deyəcək ki, M-in paraleldir AC olarsa, onda burada sən oxşarlıqdan istifadə edəcəksən. Oxşarlıqdan istifadə edəcəksən. Aha. Sən bilirsən ki, bura məsələn alfadsa, bayaq ötürdüyü, yüzlə işlədiyi sualda. Burada nədir? Alfa. Çünki bunlar necə bucaqlardır? Uyğun bucaqlardır. Məsələn, bura 30 idi, buranı da 30 götürdü. Və yaxud da bu bucaq betadsa, burada nədir? Betadır. Bəli. İndi burada artıq görürsən ki, balaca üçbucağı görürsünüz. Balaca üçbucağında iki bucaq alfa betadır. Böyük üçbucağında iki bucaq nədir? Alfa betadır. Bu bucaq da bu ikisinin nə idi? Ortaq bucağıdır ikisinin də. Z həm balaca üçbucağa aiddir, həm də böyük üçbucağa. Onda hansı üçbucaqlar oxşardır? Üçbucaq ABC ilə MB. ABC Oxşardır MBN. oxşardır MBN də, elə deyilmi? Üçbucaq MBN. Burasını anladınız? Bəli. Niyə görə oxşar oldular? Bucaqları eynidir. Üçü də. Alfa, beta, Z, alfa, beta, Z. Onda oxşardır. Oxşardırlarsa başlayırsan nisbətlərə. İndi Rəvan. Hansı bucaqdan başlayır? Nəyə nisbət yazacaq? A-nın B-yə nisbət. A var burada. Yox, MB. Ha. MB-nin... MB-nin yaxşı. Görə düz deyilmə də, demə MB-nin... müəllim, B-yə nisbət. Yox, Yox, B-yə. Yox, MB. İndi gözləyin. Rəvan demişəm, uşaqlar. MB nəyin qabağıdır? Hansı bucağın qabağıdır? Betanın. Hə, ofisi betanın qabağı. Bəli, da balacada betanın qabağı MB-dir. İndi böyükdəki də özündür. AB. AB, bəli. Bax, birinci nə idi o? Rəvan. Betan. MB-ni dedi da, balacada betanın qabağı MB. Böyükdə betanın qabağı çoxu gəlib buranı götür. Bu üçbucağın tərəfidir. Betanın qabağı budur, nə? Böyükdə betanın qabağı AB-yə nisbəti. Musa, ikinci nisbəti səndə. M-nin, bəli. Sakit. AC. Çünki Z-in balacada Z-in qabağı M-dir, böyükdə Z-in qabağı nədir? AC-dir. Üçüncü nisbəti deməli damla desin. Hansı bucaq qaldı? Sakit ol, özü desin. Aha, alfanın qabağı nədir? BN-in, bəli. BN-in BC-yə nisbəti, bəli. Vəssalam. 3 dənə yazmaq heç olmayacaq da. Hansı məlumdursa, onların nisbətini yazıb, sonra nə edəcəksən? Çarpaz, 2 dənəsi yazıb, çarpaz vurub hesablayacaqsan, bəli. Bir şəkil forması budur, məsələn. Bu şəkildə düşəcək. İndi yəqin ki, orada olmamış olmayacaq, yəqin ki, var orada. İndi gəldi başqa. Məsələn, buna oxşar, amma paralellik olmayacaq. İkinci hal. Yenə bir dənə üçbucaq. Yenə bir dənə üçbucaq. Amma burada bu dəfə uşaq xətt əyri veriləcək, belə bir şəkildə. Paralel verilməyəcək. Amma paralel verilirsə, hansısa bucaqların bərabər verməlidir. Yenə ABC üçbucağımız. Məsələn, sənə şərt verəcək ki, burada M-in yazın. M-in. Məsələn, şərt 100% verməlidir hansısa bir şərt. Məsələn, deyəcək ki, bucaq BNM, bucaq BNM bərabərdir deyəcək. Məsələn, BCA-ya, bucaq BCA-ya. İndi BNM görürsə harada? Bucaq BNM, bura. BNM, buraya ilə, bura nə yazıram? Alfa. BCA haradır? Bura. Burada nə yazıram? Alfa. Deyir, bunlar necədir? Özü verməlidir şərtlər. Verməyibsə, sən burada uşağı tətbiq edə bilməzsən. Sonra özün baxırsan ki, görüm hansı bucaqlar eynidir bu üç bucaqların. Bir də ortaq bucaq axtarırsan. Hansı bucaq ortaqdır? BB. Təpədəki.
Bu həm balaca 3 bucağın bucağıdır, həm də Böyük. böyük, bura betadır. Artıq balacada da alfa beta, böyükdə də alfa beta. 2 bucaq necə oldu? 2 bucaq eynidirsə, üçüncü də necə olmalı? Bərabər olmalı, başqa yol yoxdur. Onda bunun üçüncü bucağı buradır. Z, bunun üçüncü bucağı buradır, oldu Z. Məsələn. Oxşarlığın olması İndi- üçün hər zaman 3 bucağı 3 Aysa o. Yəni ikisi eynidirsə, onsuz da üçü eyni olacaq. Yəni minimum ikisi necə olmalıdır? Minimum. İkisi eyni olmalıdır ki, oxşar olsunlar. İndi Ayse, bir dənə nisbət də görün bu oxşar bucaqlarda, nisbət də yazaq. Bənzər nisbət. Bəli də, təbii ki, oxşarlığı. Məsələn, BC-nin BC-nin BN-ə. BN-ə, bəli. Şərt deyil ki, həmişə böyük balacadan başlayacaq. Məsələn, Ayse böyük bucaqdan başladı. BC royal. böyüyün. Böyüyün alfasının, Z-in qabağıdır, bax. Böyükdə Z-in qabağı nədir? Görürsünüz? BC. Balacada Z-in qabağı nədir? BN. BN. Sonra Nilay ikinci nisbət səndir. AB'nin MB'ye. AB'nin Yok. düzdür. Məsələn, Nilay alfaya get. Alfanın qabağı nədir? Böyükdə. AB. AB'nin balacada MB. alfanın qabağı MB. Nilay axırıncı nisbət səndə görək. Beta. Sakit. Hansı bucaq deməzlər? Aysa. Hansı bucaq qaldı? Beta qaldı da. Bəli. Bəli. Asi'nin Bəli, böyükdən başlamalısınız. Çünki əvvəldən AC-nin düzdür. M'nin. Balacada da MN-dir. Və sonra bitdi. İkinci qaydası oldu bu. Görək, bunlara aid sual verilibsə, çox isti olar, sonra yuxulayarsınız. Məsələn, tutaq ki, necə? Yox, atomiyata patlayalım. Deməli, məsələn, tutaq ki, 70-ci sual var burada. Bax, buna ikinci qaydaya oxşardır. Burada yazırıq və həll soruşacağım sizdən. Hazırlı, oyaq olun. Nömrə değil. Yatmayın. Nümunə 70. Deyir uşaqlar. Belə bir üç bucaq verir, ona oxşar üç bucaq verir. Da belə. Deməli, B, A, B'miz, bu da C'miz. Buradan belə yenə xətt çəkib görürsünüz belə. Buraya yazıb X-dir, tərəfimiz olmalı. Buraya yazıb X.8. Buraya yazıb 4, buraya yazıb 2. Deyir ki, bax görürsünüz, burada bucaq bərabər verib, orada ki. Dedim ki, bir dənə bucağı 100% verməlidir. Şərtə baxırsınız, deyir ki, bucaq AYD deyir, bərabərdir. Bucaq ASB. Bucaq ASB. Harada AYD? Deyən E. Yox. Bura E'dir. Alfa. E, bu da D. Bucaq AYD nə yazar buna? Alfa. Bucaq C-yə də alfa. ASB haradır? Deyir. Bura. Burada nə yazıram? Onda alfa. Ortaq bucağı görürsünüz də yəqin ki. Burada nə yazırsınız? Beta. Deməli, bura Z-dirsə, burada Z-dir, eyni həmin formadadır. Nisbət. İndi burada artıq bilirsiniz ki, bu üç bucaqlar necədir? Oxşar. Balaca üç bucaqla, böyük üç bucaq oxşardır. Oxşar üç bucaqda nisbətə keçməlisən da. Məsələn, Alfa 4-ün 2 nisbəti. gəlib sən durub betanın qabağın nisbətini yazmalısan burada. Xeyr. Betanın qabağını bilirsən ki, nisbət yazırsan. Xeyr. Səndə hansı tərəflər verilib ona verir. Alfa. Alfanın qabağı, X. o birisində 6. 4. alfanın qabağı 6. Bəli. Sonra Z'in qabağı. X. 4. X'in kumadı üstə gəlir 8. X üstəcəksən. Nə yazdı? Nə? 4-ün X üstəcəksən. X. X kvadrat nədir? Yəni nə candır? 2x topla 8 belə. Bəli. Deməli, nə ilə getdik burada? Hansı bucaqlarla? Alfa. Alfada x, alfada 6. Bir də Z. Z-də 4, bir də Z-də Z-də bu ümumidir da. 2x topla 8. Ne işləm? Çarpaz. Çarpaz. 24 bərabərdir. Yalan ki bu? Nəsə Altda yazılır. yazdım. 2x kvadrat vurduq belə. Topla 8x bərabərdir 24. Hamısı neçə bölünür? 2'ye. Hamısı 2'ye bölsün, x kvadrat
4x. Topla 4x çıx 12 bərabərdir 0-a. Necə təyin? Kvadrat təyin. Hasili mənfi 12, Mənfi 4. cəmi də mənfi 4. Mənfi 6 ilə 2. 2. Hansını götürəcək təbii ki? İkini. 2. X oldu 2. Sizdən bir x istəyir. Bu qaydada. Yəni oxşarlıqla birləşdik sualları. Formalı. İndi keçib 3-cü müqayisə qaydası. İkisini yazmışım. Deməli, 3-cü müqayisə qaydası. Sizlərə çox zəncin vermirlər burada. Hərəsindən az verib, fərqlərini verib. İndi baxırıq burada aşağı. Nəyə? Trapesiya daxilində. Trapesiya bilirsiniz də. Nə Məhməd abi? Məhməd əli. Holoqramda. Deməli. Ben trapesiya verəcək. Trapesiyanın daxilində də oxşar üçbucaqlar yaranır. Necə? Bir dənə diagonal çəkəcək. Böyle. 2 dənə. Burada indi uşaqlar. Burada da 100% bir dənə bərabər bucaq verməlidir. Təpə nöqtəni yazaq. A, B, C, D yazırıq. Məsələn deyəcək ki, bucaq B bərabərdir. Ya da bunu belə yazaq. AB. Aşağı buramı. Bucaq A, B, C Pəncərənin açımdan olur. olar. Bərabərdir bucaq A, C, D. Bucaq A, C, D. Belə. Harada A, B, C? Bura nə yazırıq? Alfa. A, C, D harada? Bura. Burada. Alfa. Deməli, o birisi bucağı özün təyin eləməlisən. Ortaq bucaq. Ortaq deməli. A. Çarpaz. Bax, burada çarpaz var. Sən bura bir beta yazsın. Bunu çarpazlara düşür. Bura beta. Vəssalam. İndi bu iki üç bucaq necədir? Oxşar. Bir dənə. Bunda da alfa beta, bunda da alfa beta. Üçüncü onsuz da eyni olacaq. Z. Üçüncü onsuz da eyni olmalıdır da. İndi başlayırsan nisbətləri. Deməli, Abdüləz bir dənə nisbətdə gəlsin. AD'nin, Nəyin? AD'nin, AD-nin, aha, AC'ye. AC-yə. Hansı bucaqdan başladı Abdüləz? Alfa. Alfadan, böyüdən özdə. Mən də deyim. Böyüdə alfanın qabağı AD, bazıda alfanın qabağı. Ben deyim. Nə dedin? AC, deyil ya. Hürriyet. Ben deyim. Hə, sakit da özü demək istəyir, qoy desin. Ürəyində qalmasın. Ben AB'nin ZD'ye. Z'denin AB'ye böyükten başlayayım. Böyüdən başlayır. Elime değil. C'den Elime değil. CD-nin, AB'ye. bəli, CD-nin AB-yə. İsmail, o biri nisbətdə səndir. A ile C. A ile Daşıyorum. B A'nı. C. Reklam dolanı değil. Saçdırmayın da. A, C, B, C. Hansılar? Ha, D, C-A'nı. B C'nin. DC balacanın tərəfi daxil. A, C, B, C. C yok. Yəni bir nəfərə demişəm, uşaq, aləm qarşılıq vermək, siz danışın da, bu bir dənə fikirləşsin. Hansı bucaqlar dedilər bunlar? Bir tane Z kaldı. Diqqətiniz burada olsun da, hamının ümumiyyətlə. Beyanı Ancaq belirleyen. sual verdiğim baxır, qanunlar elə ki, bunlara aid. İndi qalib sənə də deyəm. Beyanı belirleyen. Elime tapşıram diyeyim. Mesela sual vermişəm, bilmirsən hansı bucaq qalır. Yenə xor danışın. A, C'nin B, C. Hər İsmail. Hər avansındır. Deməli bir şey qaldı, Z qaldı. Zetin qabağı deyil ha. Z-in qabağı AC, Hə, bir dənə müəllim BC. B-si. Ortalıysan. Asir və B-si. Böyüdən başlayırlar, sən də böyük balaca deməliydin. Böyüden işte bazıdan başladı. Bu belə, olmaz da, onu səhv olacaq təbii ki. Arıcılığa diqqət eləməlisiniz. İndi qaldı dördüncü. Dördüncü müqayisəsi paralelogramın da içində olacaq. Bir tane ben Paralelogramın daxilində oxşar üçbucaqlar yaranacaq.
Oldu. Məsələn, ABCD polioqramdır. Burada məsələn müxtəlif cür verə bilər. Tutaq ki, Bir dənə deyirəm abi. diaqonalda çəkə bilər, bəli, belə bir şey. Bir də belə də verə. İndi fərqli cür olar. Bunu müxtəlif formada dəyişə bilərik. İndi burada məsələn, tutaq ki, burada da oxşar bucaq, bərabər bucaq verməyəcək, çünki hər şey içindədir. Biri avtomatik bura M yazıram, burada içində. Bura O yazaq, məsələn, kəsişmə nöqtəsində. Məsələn, bunu baxan kimi görürsən, bunlar necədirlər? Qarşı, alfa, alfa. O birisi bucaqda çarpazdılar. Məsələn, bura mən beta yazsam, burada nə olacaq? Beta. Bu özün artıq müəyyən eləməlisən də, baxmalısan. İndi alfa, beta, burada biz Z yazsın, çarpazıdır bu da. Bu da Z-dir. Hə, indi nisbətləri Məhəmməd Əli bir dənə nisbətdir. Dəyən istətçiyim. Bəli. Məsələn, balaca üçbucaqda alfanın qabağındakı tərəf nədir? Balaca üçbucaqda alfanın qabağındakı tərəf. Adı. Valentina. Balaca üçbucaqda alfanın qabağındakı MC'nin. MC'nin, sakitini Valentina danışır. MC'nin MC'nin AD'ye. A-nəyə? AD. A-dəyə, düzdür. Bəli. Nərmin obisin səndir. Neyse oldu. Obisin nisbəti. Baxın bir dəqiqə. D onun C. OC'nin OC-nin, bəli. AO'ya. OC-nin AO-ya düz Mən deyirsən. Bəli. Sonra Səkinə sən de. M10'un oraya. M10'un OD-yə. Beta qalmışdı. Bəli, M10'un OD-yə düz. Paralelogramda da belə. Sonra deməli 5-ci xassın hansı fiqur üzərində ola bilər? Çevrənin üzərində ola bilər və kəpənək fiqurları olur. X var belə. Onun üzərində ola bilər. Onlardan biri bilərmi? Verməsələr də yenə baxacaq, çünki qarşımıza çıxa bilər də. Bu formada veriblər, bunu veriblər sonra. Apresiyanı görüşü. Çevrə daxilində vermirlər, amma yenə də deyəcək onları. Paralelogramda müxtəlif tipdə veriblər. Paralelogramda trapez, paralelogramda veriblər. Üçbucaqdan daha çox veriblər. İndi bu formada da olacaq uşaqlar. Deməli, kəsişən iki düz xəttin yaratdığı üçbucaqlar. Kəsişən iki düz xəttin yaratdığı üçbucaqlar. Bəli. Burada paralelli şərti də ola bilər, paralelli şərti olmaya da bilər. Nə oldu? Şimdi. Yuxumuz gəlir. Bir daha bax. Məsələn, belə şəkildə olurlar. Belə. Bu şəkildə. Üçbucaqlar yaranıb. Burada paralellik ola da bilər, olmaya da bilər. Paralellik olacaqsa, bucağı bərabər verməyəcək, çünki sən çarpaz götürəcəksən. Paralellik olmasa, özü bucaq verməlidir, paralellik olmasa. Bucağın birini görürsün yəqin, orta bucaqlar. Necədirlər? Qarşı. A, B, C, D, burada M yazıram. Məsələn, bunlar necədirlər? Qarşı. Görən ki, bu alfa deyəcəksən. O birisilərində də indi paralellə oxşar. İndi yaxşı, paralel olmasınlar tutaq ki, özü şərt verməlidir. Bucaq deyəcək ki, A ilə bucaq C. Bucaq A deyəcək bərabər nəyə? Bucaq C-yə tutaq ki, versin. Bura bir beta yazırsansa, burada nə olacaq? Bir beta olur. Artıq bəli, alfa, beta. Onda bura nə yazırsan? Z, burada olacaq Z. Bu zaman nisbəti, deməli, səfira bir dənə nisbətdir orada. Görünürmü? Hə, nəyə nisbət? Sakit, səfira. Bilmem, iki tane demişim, yazmıyoruz. Hə. Sonra dersin ki, real tapmayacağım. Kalasın. De. AM-in, bəli. AM-in MC düzdür. Çünki AM nəyin qabağıdır? Burada bu üçbucaqda AM Z-in qabağıdır, AM-in
O üç bucaqda zetin qabağı nədir? MC. Realinde deyil olursun. Ben görsen ne de bakalım. İkinci nisbə. Bilirdim da. İkinci nisbə. Görmem bakalım. Yukarıdaki sevda şarkıları. Görünür burada. BM'in MD'ye. BM-in MD'ye. MD düzdür, bəli. Bunda için uşaqdır, bu dəhşət. Bəli. BM-in nəyə? MD'ye. MD-yə, bəli. Şərqə üçüncü nisbətdə səndir. AB'nin sevdiği. AB-nin CD-yə. Bəli. Bu da oldu kəsişən düz xətlər. Sonra görək 6-cı müqayisə nədir? Oxşarlıq qaydasını deyə bilərik. Çevrə daxilində oxşar üçbucaqlar yaranır. Qəşəngdir, qəşəng. Qəşəng. 6-cı. Altıncı müqayisə qaydası bura bax. Çevrənin daxilində necə üçbucaqlar yaranacaq? Oxşar üçbucaq. Bəli, vətərlərin çatışmasından. Məsələn, belə. Burada vətərlər çatışırlar O nöqtəsində. Çevrə mərkəzi deyil ama ya. Yox, mərkəzi deyil. A, B olmaya da bilər, ola da bilər. A, B, C, D. Burada artıq bir bucağı tapdım. Bunlar necədirlər? Qarşı, alfa, alfa. O biriləri də aşağılar. Qövslə tapacaqsan. Məsələn, burada qövs işarəliyirəm. Bax, bu qövs. Bu qövs hansı bucağı söykəndiyi qövs bunun? Buna məsələn beta deyirəmsə. Axı bu bucaqda bu qövsə söykəni baxır. Qövslər eynidirsə, bucaqlar da eynidir. Məsələn, bu beta-sı bura nədir? 2 beta. Bu 2 beta bura nədir? Yarısı beta. Gördünüz, qövslərə görə öz verməyəcək bilədir. Onun özün qövs qaydasını tapmalısan ki, əgər bu bucağında söykənli qövs budur, bu bucağında söykənli qövs budur. Demək, bunlar necə olmalıdır? Bərabərdir. Alfa, beta, üçüncülərdə necə olacaq? Zit. Bəli. İndi demək. Ben şeklini çekmiyorum. Bəli. Ne Ya, özü deyil, nə oldu? Gəlib altınızda yadma düşdü, şəkil çək. Çekim sonra koy verin. Yox, bayaqdan necə Ben çıxdınız? kimsizler kim ya? YouTube olacaq Saməli. YouTube Hə, yaxşı. Arada bir abone ol, beğen, Sağ olsun. Doğru yaz. Benim değil. Deməli, Aysel deyil gələcək. AS'nin AS'nin şey AC tərəfdir burada. AC nədir? Yok hayır benim AO'nun AO'nun OS'ya AO betanın qabağıdır, OC düzdür. Sən dayan. Devil yaz. B10'un odaya Ben diyeyim. D onun, B10'un odaya B onun, Ben diyeyim. O'ya. Tamam. Bir de ben diyeyim abi. Ben değilim. Buradan kuru gələcək. İndi bunlar da uşaqlardır. Bunlar da. Nilay de. Sırayla gəl. Bir. De. Çevrə Ha. Bura bax. BO nədir bu? Nəyin qabağıdır? Üç bucağı çevrəyə baxsın, üç bucaqlara bax. AB. BO zetin qabağı, burada zetin qabağı O deyil. İndi Alfa. Alfan qabaqlarını deyirsən. AB. AB'nin bəli. Alfanın qabağı C'dir. C'dir. Alfan qabağı C'dir. Güzel, üç bucaqlara bax. Çevrənin nisbətlərdə. Bu ne? Bu da B. Bu B. Ağır. Ne kadar iyi. Evet. Ben satlayabilirsin. Çox qaldı. Nümunələr işləyəcəm indi. Tərəfə çəyi var. Çoxdan beri. Hə, indi 3 dənə bucağı verir. Bir dənə qaldı, 2 dənə. 11 11. Deməli, Ben ondan sonra beşeri. deməli. Gəldi. Ben Bura bax. Səhv dedim, mən Orada- səhv demişim. Düzdür ya. 7-ci qayda elə ola bilər. İndi mən... Dedim, bassız. Düz bucağı.
Məsələn, düzbucaqlı üçbucaqdan heç baxmamışıq da. Məsələn, belə də müxtəlif formada olacaq. Məsələn, tutaq ki, belə ola bilər məsələn, bu şəkildə, nə bilim, belə də kəsə bilər, belə də kəsə bilər, müxtəlif formalarda. Siz burada düzbucaqlı üçbucaqlarda həmişə nədən istifadə edəcəksiniz? İki bucaqların cəmi neçə dərəcə olur? 90 olur, ondan istifadə edin. Məsələn, bax, bura alfa yazdım. 90. Burada məsələn beta yazıram. Alfa ilə betanın cəmi neçədir? 90. Və ya da baxırsan ki, alfa 90, alfa 90. Bura betaçı burada nədir? Beta olmalıdır da. Çünki bunların bir bucağı eyni donsuzda. Aydındır. Alfa 90-dırsa, bu da balaca da alfa 90-dır, böyük də alfa 90-dır. Demək, üçüncü bucaqlar necə olmalıdır? Eyni, beta, beta. İndi təpə nöqtələrini yazsıq. A, B, C, D, M yazsıq. Bəli. Abi, biraz nisbət də bir dənə. MC-nin BC-yə. Sonra İsmail, yox, bura gəlir. İsmail. MD'nin BI. MD-nin, bəli. Nəyə? BI. BA-ya, düzdür. Sonra Valentin deyil. Hansı bucaq qalır? Beta qalır. Hə? Bəli, beta'nın qabaqlarındır. Sakit. Səhv deyil. Deyil. DC'nin DC'nin düzdür. CD'nin, aha. Özdürsün. AC-yə da, bəli, AC-yə nisbəti. Bu şəkildə ola bilir. Bəli, bucağı, üçbucaqda. Deməli, bunun müxtəlif formaları uşaqlar qarşıda çıxacaqdır. Birini də yazıram, daha çox formada ola bilər də. Məsələn, belə də ola bilər. Belə də ola bilər. Nə bilim, yazdım gəldim. Belə də ola bilər. Və indi, yəni müxtəlif formalarda dəyişə bilər. Bəli, ikinci təmir işlərini saxla bilər. Deməli, A, B, C, M, K. Məsələn, bunlar necə üçbucaqdılar? Oxşardılar, belə deyil, niyə görə? 90-90, bura alfadırsa, alfanın balacanın bucağıdır, həm də eksperiment başlayır. Alfa həm balacanın bucağıdır, həm də böyüyün bucağıdır. Alfa 90, alfa 90, demək, üçüncü bucaqlarda bunlar nə olmalıdır? Eyni olmalıdır da, beta, beta, bəli. Bəli, Nərminə bir dənə nisbətdir burada. MC'nin BC'yə. MC-nin BC-yə, bəli, MC böl BC, Səkin sən də bir dənə nisbətdir. KC-nin AC-yə. Bəli, KC-nin AC-yə və bir dənə sən nisbətdir. Hansı bucaqlar dedilər? 90 dedilər. Beta'nın alfanın qabağını sən də özü desin, alfanın qabağını. Sakin. Alfanın qabağlarını deyil. Alfanın qabağını göstəriklərdir. Alfanın qabağında. Alfanın qabağı nədir? Balaca çıxacaqda. Qabağına baxlar. Şərqiyə. Alfanın qabağında tərəfləri balaca çıxacaqda. Qabağı. Hədə deyildə KM-in AB'ye. AB-yə. KM-in AB-yə nisbətdir. Belə. Düşdür, qayda qalır. Deməli, Ben kalkas da al şunu yetmem ama nənəmin xalası oğlunun baldızından. ben geldim size gelirim. Siz alcını yedim. Yaxşı. Yavaş gözlə əl alcıylar. Demək, gəlin nümunə işləməyə. Ben de olur. Ben geldim. Ben geleyim. Atmıyorum. Deməli, hə. Topunu açın bir dənə, görəm belə. Topunu açın bir dənə. Açın oxşarlığı, hərəkət oxşarlığı, 136. 136, 137. Bəli. Birinci səhifədə şifahidir. Məsələn, gəlirik
76 işləmə. Ham dəfələr açsın, 80 dəfələr. 76 işləməyə. Dedim bunu. 76 ya da Evet. Niye de babama Bak bu. Gözlə buranı. Neçə nerede? 76. Ayrıldınız lan siz. Yol 76. 76. 98. Tamam. Kime kim? 76. Sol işte var şu an. Sol dedim. Dəftəri də bütün yazına görə qoysun. Ha, güzel. Sen de başlayalım. Ha. 76'dan başlayar işləmə. Dəftəri yaz tez ol. Bayağıdan qaydalara bax işte 76. Axırıncı yazdığımız qaydalardan. Düzcalı çıxacaq. Yaz nömrəsinin şəklini seç. Başa düşdün bu araqçı qaydalar. Hə, qara rəngli keç. Üstündə mi yazacaq? Değil. Deməli. Ya silməyə ehtiyac yoxdur, onsuz görünür. Qara ilə yaz getsin. Axırıncı düzcalı qaydası yazdıq. Və onun arasında yaz. Görmürsən biraz işte. Ha 76 yazıyor. Çok. Uzun olanı yazdıq. Çox güzel. Ne oldu ya? Lövhəyə baxa-baxa nə durursan? Yəni o bildiyimdə nisbətdə yazarmışsan. Şəkil çəkib nisbəti yazırsan da bir dənə baş keçsin. Sonra çarpaz vurmağı da hamınız bilirsiniz yəqin. Yəni nisbəti yazıb çarpaz vurursun. Şu an hər şey verir. Rahat mövzudur. Yəni nisbətləri düz yazsın. Çarpaz vurur, cavab batırsan. Alındı cavab çəkinə. Bəli. Belə. Belə. Anladınız mı? Bəli. Başa düşdünüz mü? Bəli. Yenə görsən balaca bir dənə balaca düzbucaqlı, böyük düzbucaqlı. Bu ikisinin də nə idi? Ortaq bucaqlıdır. Həm bu həm balaca düzbucağın bucağı, həm də böyüyün bucağı da. Alfa 90, alfa 90. Bura betadsa, buradan alacaq beta. İndi nə yazıb səkinə? 5 nəyin qabağıdır? Balacada 90-ın qabağı nədir? 5. Böyükdə 90 qabağı nədir? X yazdı da, bildiniz mi? Belə. Ben daha vermeyip diye. İndi tərəsində ev yox, indi burada bir şey var. İndi bura nə yazdı? X burada nədir? AS'miz, ümumi. X bu ümumidir. 5'in balacada 90 qabağı 5, böyükdə 90 qabağı X. 5'in X daha. Sonra balacada alfanın qabağı 3, böyükdə alfanın qabağı 7.5 alfanın qabağı. Sonra çarpaz vuranda ev yox. 3x bərabərdir 5 vur bu neçə yiyir? 3'ə bölü neçə yiyir? 12.5. İndi burada Pifagor tətbiq edəsən 3, 5, bura nə alır? 3, 5, tapdığında 4. Bura ümumi nə qədər tapmışıq? 4. 12.5. 12.5'dən də 4'ü çıxacaq sonra 8 ton. 12.3. 8.3. Belə. Başa düşdünüz mü? Diqqətli işləyin. Sonra gəlir lövhəyə yaxşı gəl. Gəl. Sonra sən gəl, sonra Nərminə gələcək. O da istəyir. Ben de geçmişim. Gəl, deməli. Deməli. Hamısını danışın, sən sor. Deməli. Bunu silin. Silməli. Gəldiyiniz sizə deyirəm. Buyurun. Sual. Sual Ben işleyelim. hep bu saldanattan veririm. Burada İnsafsız ol. deməli. Burada işləyək. Devam çalışsa 800 lira işte. Sen? Yok abi. İnsafsız.
10 olsun. Benim resimler çok azam. Hayır. Daha da işte bakmışsınız. Deməli, 60 Onu da götürürsünüz bakmadan. 1 61 işləyək. Oxşarlıq. Neçə? 61 bayağı trapesiya qaydası yazdırmışım. 61 işlərə. Hemen ben güzel sonra. Rahat. Vaxtı yox. Özür, hər kəs öz işləsin. Bu birden. Deyip çalışıyor. Ben çəkəcəm. Yaxşı. Her götürür. Deməli, öz işləsin. Tek gözü. Deməli, ağlayan keçir. Ağlayan yazdım nisbətləri. Bayağı yazdım trapesiyada. Hadi. Devam vaxt taxanda ağzılmalı. Biraz eğri oldu ama hissettim öyle demiştim. Devam vaxt yəni bir yumdan. Bu sabah deresi saçtı. Elə qoyub dayanma. Alfa alfa. Yok ben yazdım. Ay. Al ben istiyorsan. Sən hələ bilmirsən oxşarlıqlar, oxşarlığı sübut elə bizim üçün. Bir bucaqları eynidir, bəs ikinci bucaqları hansılar eynidir ki? Sən alfa alfa, o üç bucaqların bir bucaqları eynidir. Bayağı dedim axı ikincini necə tapırsınız, hə? Necə dedim? Səkin. Çarpazın ötürü də görürsən. A-dakı bucağından o biri C-dəki bucaq çarpazdılar. Beta yaz A-dakı bucağa, A-dakı bucağa. Betadırsa onun çarpazın ötürü o dəqiq. Bunu özün düşünməsin artıq. Söz, deməli bunlar artıq oldu oxşar üç bucaqlar. Oldu oxşar üç bucaqlar. Hə, nisbətləri yaz indi. Ben səhv yazmışam. AC'ni 12 verip BC'ye 12 Hə. yazmıştım. Bir nisbətləri yazın, hər şey çıxır ortaya. Biraz net yaz B'ye. Kalan daha. Eyb yox. Sonra yazdım. Başladı, hansı bucaqdan başdan başla? Qabaqları verilən bucaqları. Məsələn, alfadan başladı. BC'yi kısa yazaq. Arkan kabağı verim. Arkada 5 tane seçilir. birinci üç buzaklar kanala verilmiyor. Ha, onda B-tan qabağı X, B-tan qabağı 8 düzdür. Sonra L-tin qabağı 16, 12 düzdür. Nisbəti yazıb çarpalım. Kaptım yavaş. Sola meyilli dur, uşaqlar belə yazır. Bax, oradan videodan əsəbləşirlər. Əsəbləşmir. Görsünlər. Ben ama 800 yazdım. 16 yaşda, 8-in 6-ya 48-in 8-dir, bəli. Yəni, ixtisar da qura bilərdim, nə olardı ki, bəli, səhərdən 1, tam. 128-də 1. 4'ü apar, 2 yapar geçsin de. Orada kalır 6, yaz 6 Orada x. şey, Altı gezde siyah. böyle ama. Bu da 60 benim diyor. silah var. 16 böyle. Daha ne daha? Alem Terse bulsan başlıyor bir ya, de. on Terse. altı. Karşı değil. Birinci de bak. Değil kızım. Ben. Birinci de balacan böyüye bölünürsə, ikinci de nisbətdə də balacan böyüye bölünmərsən. Tamam. Başka adını istəyir misin? Aynı olsun çünkü. Buran buraya bağlayıp. Ha, o da 6. Ben, x oldu 6. Bitti. Böyle. Məndən də cəmlə bunu. Demez. Yok sözden. Böyle. Tahminəcəm. Yox. Gedəcəyiz. Bəli. Gözləyəcəyik.
Gəldi növbəti sualımız burada. Yok Gayet arkadaşımıza yıldır. Tamam. İsveç Taraf paylaşmışsın. Ha. Oxşalarla da baxırıq. Yazdır ama. Yazan oxşaysan axı. Hə. İndi emin. Bir də Bu üst bucaq beraber tərəflidir, yoxsa? nə bilirsən? Yox, qarşılıqlı deyil. İndi eminlə nə lazımdır bizə? D'yi, hə? Eminlə D'yi. İndi başlayırsan da hər hansı iki üçbucağı götürüb nisbətlər yazmağa. Məsələn, emin hansı üçbucağın tərəfidir? BM. Qulaq as da ki, sən də başa düşəsən. BMM. Ayso, BM'nin tərəfi MN'dir. İndi bax, MN'ə nə yazırsan bir dənə? X yaz. İstəyirsən onu. Ağ rənginə. İstəyirsən. Görünsün orada, çünki şəkil özü qaradır. MN'i nə yazaq? X. İndi yuxarı B bucağına da alfa. Ona bax. B bucağına da alfa. İndi balaca üç bucağı görürsünüz orada MBN'i. Alfanın qabağı nədir? X. Yaz X'in kənarda. Böyük üç bucağı görürsünüz uşaqlar, o laf böyüyü, A, B, C. Alfanın qabağı 12, Aysu. Belə. Belə. İndi gözlə. Gözlə. M bucağına da bir beta yaz. M-ya. Bəli. Başqa hansı bucaq beta olacaq? Uygunu. Beta uygunu. A. A bucağı aşağıda. Bəli. Sonra D də beta olacaq. D bucağı da beta olacaq. Çünki onlar hamısı necədir? Uyğun. Niyə görə? Paraleldirlər axı xəttlər. İndi balacada betanın qabağı nədir? Balacada betanın qabağı. Biz hansından danışırıq? MBN-dən. Bəli, yaz. Böyükdə də ümumi. Ay sol. 4-ün 15'e. cəm nə qədər? 15. İndi bunu çarpaz vurup x MN'imizi tapacağıq. 11. 8 hə? 3'e Bəli, çarpara bilərsən. 5 qalır. Bəli. Biraz sola meyilli dur, həmişə lövhədə Elə yazılır. kesəsin lazım yoxsa? 3 tam olur, 5'də 1 qalır. 5'də 1 onluq kəsr nə deməkdir? 3'te 2. 10'da 2. Yəni 3 tam 10'da 2 da. X bərabərdir 3 tam 10'da 2. MM'imiz hazırdır. Bir də nə istəyirdi bizdən? D'ye. D'ye də bir də Y yaz. D'ye. Orada D. İndi həmin nisbəti gedin daha ikincinin özünüz işləyin də. O üç bucağına gedin. Hansı üç bucağına gedəcəksən? DBY. Hansı üç bucaqdan istifadə edəcək orada? DB'ye də. Y hansı üç bucağın tərəfidir? DB'ye-nin. İndi həmin nisbətləri bir də özünüz gedin. Tamam, burada işin deməyim. Nisbətləri yazın, yenə çarpaz vurub Y-i tapın. 4'ü niyə? Yok, 9'un 15, 16. 9'un 15'e. 15'e. Y hansı üç bucağın tərəfidir? Ay nərvinə. Necə? Y hansı üç bucağın tərəfidir? Baxırsan, Y D-yer da. DB-yer da. İndi Y hansı bucağın qabağıdır? Alfanın. Hadi yaz da, Y-in deməli nisbət yaz. Hə. Nəyə səncə? Özün bil. 13'ya da. Böyük bucaq Böyükdə var. 12, kiçikdə Hə da, nə fərq var? Yəni, onlar da oxşardı da. İndi yenə o bir tərəflərdə yaz. Qalarsan da sonra. Hə, de, nəyin nəyə? 5'in 9'a. 5'in, niyə? 5 üç bucağın tərəfidir orada, ümumiyyətlə. 5 orada üç bucağın tərəfidir. Ha 9. DBY-də betanın qabağı nədir? DBY-də.
DBY'də betanda var 9. 9'dur da 5 niye? Yaz da 9. Hə. Bir daha hansı bucağa baxacaqsan? Bütöv üç bucağa da. Həmişə belə qarışdırırsansa, birinci oxşar üç bucaqlar qıraqda yazmalısan ki, qarışdırmayasan. Yaz. Neçə? 15 yaz. Bunların cəmi 15 edir, 15. 15 edir. 3'ə apar, sadələşsin. Sonra bunların cəmini istəyir. Bəli, bəli. Bağışla Musa bəy. Sənin dəfə qısaldacaq. 108 15-i tam bölünmür axı. Nənəmizə gələcək, qısa suallar 5'e bölümsün soracaq. getmir axı. 108 5'e bölümsün. 108 5'e 3'e bölümsənsə, olur 3'e bölüm 5'e. Onu da biləndə 7 tam onda 2. Toplayadan olmaz. 7 tam onda 2. Bəli. 7 tam onda 2. Sırada. Bəli. Bəli. Toplayır o eminlə deyil. 10 tamamladı. Bəli. Verci qəşəng verir. Yemişən adamdır. Niye de yok? Gəlir. Kim gəlmək istəyir? Mən Mən. Mən öldür. Yaxşı. Beləntə sual verəsin. Belə sual verəsin. Biz belə niyə çıxdım? Deməli. Necə? 91 qəşəng görsən. Ne olur? Oha, 98 məyuz 98. Hadi sus. Hə, 91. Bugün sabah. Aysel'in iç səsi. Yaxşı ki çıxmamışam. Nə bilirsən? Hə, buyurun 91 işləyək. Ayıfdır, Aysel sonra qulaq asmamaq olarmı? Hörmətsizlikdir. Bunu da işləyib söyləyirsin. Mən var ya verirəm. Yazar 91, tez olun. Tez olun. Ay müəllim, bu nə sual? Heç nağıldır sadəcə. Sən bir dənə şəklini qurursan. Biri var idi. Hayır. Ayım 48'dir. Rəngi dəyişir müəllim. Ağ rəngli kənarda özün 8. çəkəcəksən. Düz bucağını çəkirsən, ABC'də düz bucaqlısın. Stolu seçməyən düz. Düz bucağı çək, bəs elə. ABC'də qoysuz uşağı. Sadəcə o biraz qorxu görünür. Belə baxanda. ABC'də. Qorxu görünür amma. Qorxulu çəkeyim. Ayşə. Yaz da, tamaşadır. Şəkil çək də. Novruz tamaşadır. Niyə şəkil çəkmirsən İsmail? O da çəkmir. Ayım Bax görürsən. 8. Aha. Neçə dərəcələrini də qoy da, bucaqlarını da qoy, məsələn. Sən bilmən və o 100% qoymalısan. Onları həmişə demişəm. Düz bucaqlısa, kvadratsa, 90'ları qoy. Yəni. Aha. Bəli. Oxşarlığa gələcək təbii ki, uşaqlar. Niye yazmırsan? Deməli, 48 aradır. M-dir, bəli, M 72'dir, sonra 120'dir. İndi hara 90 verir? Ve MN'nin en Şu, 10 düz qoy da, xahiş edir. Düz bucaq şəklində qoy, daha qəşəng görünsün. Bəli. Ben de vardım, ben ne Heç kimsin? bir dostum. Deməli. İndi, bax, hansı üç bucaqlar oxşardır? 11-ci deyək, sonra keçək nisbətlərə. Bucaqları qeyd edə birinci. Temiz var. Hansı üç bucaqlar oxşar görünür baxanda, ilk baxışdan? A, M, N, Aysa o. N, S, D. Şu. N, D, Onlar S. oxşar görünür. Amma oxşarlığını sübut eləyək. Məsələn, M bucağına alfa yaz, yox, orada M göstərmə. bucağına. N yaz. N ya, ay. Yox, orada İki 90 taraf var. da Hə? aynı olur. Orada 90. Yo, qarşı deyirlər, bunlar səkiyə. Sağ. Soluna məsələn fərqi yoxdur, sağ sol fərq eləmir. Ora alfa yaz son, M-nə qədər? Beta. Atar. İndi uşaqlar, alfa ilə betanın cəmi nə qədərdir? 90. 90. İndi bəs
O N-nin yanındakı alfanın alfa ilə sağdakında cəmi 90 daxı. Ha. Orada nə olmalıdır? Beta. Beta olmalıdır. Çünki orta 90-dırsa ümumi 180 olmalıdır axı. Buradan da alfa olur. Məcbur. Çünki cəmi 90 olmalıdır. Hə, indi sübut elədik ki, bunlar necədirlər? Beraber. Oxşardır. Alfa, beta 90. İsbətlər yaz bitsin. Yazın. Alfa. İlk sıra yazacaqsan. Bakın. O topun trayektoriyası haradır, hərəkət etdiyi yol sənə göstərir masanın üstündə. Masanın üstünə Masanın bax. üstünde. Burada. Ora haram verib sənə, haram verməyib. Emeni verib də, Ha. Enseni. ora x yaz onda. Enseni. Sən NC lazımdır. Çünki topun hərəkət elədiyi yol NC-dir. Ben. Bəli. Ay. Yaz da. Yazın onu. 48-i 120'ye. 120-yə. Ee, Biz adi nisbətdir. Sadəcə biraz şəkil falan, biraz həcmlə böyüdür. Bir el üstü görən kimi. Kim var? Rəngin biraz açıq idi. Səbə sonra da rahat olsun. Nə bayaq çıxdığımda rəqəmlər hərflər seçə bilmirdim biraz. Aferin mənim. Ona görə bir şey yoxsa mən bilirdim. İxtisar burada 50 Nələ nə yapar? Baxın görüm. bundan bunu. Ondan gülmə baxır. Çarpaz ixtisar apar. Hadi seçin. Hə. 6 eləyəndə 5, 2-də 5 eləyir. Sağ, sol tərəf. Geri qayıtdı, ondan sonra geri qayıtdı. Təsdirəsin. Belə səfər eləməyəcək. Çarpaz ixtisar edir. Çarpaz düşünməsən ki, vurulmalıdır. Ha. Bundan bu. 2-də 5 eləyir. Sağ ol. Ben niye böyle yazdım? Ona. Stol. Hə. Sola meyilli dur Aysel. Bundan bunu yaparım. 5 vur nə yazdın? 5 bölü 72. Onu değil. Yəni 5 vur 72 bərabərdir. 2x. Ben 5 Hə, o 5 vurda elə bunun için Sana yandı. beş. Hə, söz. Eyb yox. Ha. Sonra 2 ilə zapar da. İki. Hə. WhatsApp. Bence 180. Sən deyir kimdir? ümumi o. Ümumi yol. Eminlə nəyi toplayacaqsan? Eminlə NC, qırıq-qırıq hərf topun hərəkət elədiyi yoldur, trayektoriya. Hə. Hə. Necədə çıxardı da səs. Dur get də yəni. Nə qədər oldu? 252 metrdir, kilometrdir, santimetrdir ondan. İndi elə fiqurların sahəsini də yoxlayacağım, amma bəziləri bitirməyəm. Bir də hərəkət